Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 8-ci sinif riyaziyyat dərsliyindən səhifə 100-də yerləşən rasional ədədlərin vurulması, bölünməsi və qüvvətə yüksəldilməsi mövzusunu izah edəcəm. Mövzuyu keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 8-ci sinif riyaziyyat dərsliyinin izahlarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi isə uşaqlar keçək mövzunun izahına. Mövzumuz rasional ədədlərin vurulması, bölünməsi, qüvvətə yüksəldilməsidir. Adi kəsirləri bölmə qaydası, vurma qaydası və qüvvətə yüksəldilmə qaydası elə rasional kəsirlərə də tətbiq olunur. Yəni adi kəsirləri hansı qayda ilə həll ediriksə, rasional kəsirləri də o qayda ilə həll edirik. Məsələn, rasional ifadələrin vurulmasına baxaq. Bu zaman adi kəsirləri vurma qaydasını tətbiq edirik. Yəni, əgər öncə ixtisar varsa ixtisarı aparırıq. Sonra məxrəcdəki ədədləri vurub məxrəcə yazırıq. Surətdəki ədədləri vurub surətə yazırıq. Burada nümunə də göstərilib. 5CD surətdə 8AB. Bu kəsiri vurmalıyıq 7AY-də 6CX-ə. Buradan görürsünüz ki, A-lar ixtisar getdi, C-lər ixtisar getdi və məxrəcdə qalan ədədləri vurduq 35DY, surətdə qalan ədədləri vurduq 48BX. Rasional ədədləri bölərkən adi kəsirlərin bölmə qaydasını tətbiq edirik. Yəni, öncə birinci kəsir olduğu kimi qalır, ikinci kəsiri tərsinə çevirib vururuq, ixtisar varsa ixtisar aparırıq, sonra məxrəci məxrəcə vurub məxrəcdə qeyd eləyəcək, surəti surətə vurub surətdə qeyd eləyəcək. Nümunəyə baxsaq, ikinci kəsiri tərsinə çevirdik, ortaq vuruq mötərizə xaricinə çıxartdıq və məxrəcdə qalan ifadələri bir-birinə, surətdə qalan ifadələri bir-birinə vurduq. İxtisar apardıqdan sonra məxrəcdə x plus 2, surətdə isə x qaldı. Gələk rasional ifadələrin qüvvətə yüksəldilməsinə. Bu da adi kəsirlərdə olduğu kimidir. Surəti ayrıca qüvvətə yüksəldirik, məxrəci də ayrıca qüvvətə yüksəldirik. Yəni, B-də A kəsirinin n-ci dərəcədən qüvvəti B-nin üstündə n, A-nın üstündə n şəklində yazılır, ayrı-ayrı qüvvətə yüksəldilir. Məsələn, məxrəcdə y var, y-in kubu, surətdə 2x kvadratı var, 2x kvadratının kubu. Burada da 2-nin kubu 8, x kvadratının kubu da oldu x üstü 6. Elə də çətin bir dərs deyil, uşaqlar. Adi kəsirlərdə tətbiq etdiyimiz qaydaları burada da tətbiq edirik. İndi isə gəlin çalışmalara baxaq. Çalışmaları izah etdikcə görəcəksiniz ki, heç də çətin bir şey yoxdur. Birinci çalışmada vurma əməlini yerinə yetirin. A bəndində 8B-də 9A vuraq 3-də 4B verilib. İndi uşaqlar diqqət eləsəz 8B və 4B. Hər ikisi 4B-yə bölünür. 4B-ni 4B-yə böləndə 1 qalır. 8B-ni 4B-yə böləndə 2 qalacaq. Sonra 3-ü 3-ə böləndə 1 qalır. 9-u 3-ə böləndə 2 qalır. A-da onsuz da qalacaq surətdə. İndi surətdə qalan ədədləri bir-birinə vurub yazıram. 2 vuraq A, vuraq 1. Məxrəcdə qalan ədədləri də bir-birinə vurub yazıram. Üzrü sayın, burada 9-u 3-ə ixtisar eləyəndə 3 yazmaq əvəzi 2 yazmışam. 3. Surətdə qaldı 3 vuraq A, vuraq 1. Məxrəcdə isə qaldı 2 vuraq 1. Olacaq 2-də 3A. Bunu 1,5A kimi də yaza bilərsiniz. Bu formada da saxlaya bilərsiniz. Sonra keçək B variantına. Məxrəcdə 15, surətdə 6B kvadratı vuraq 3B kvadratında 10. İndi 6B kvadratı ilə 3B kvadratı elə 3B kvadratına ixtisar gedər. Burada 1 qalar, burada 2 qalar. 6B kvadratını 3B kvadratına böləndə burada 2 qaldı. Sonra 15 ilə 10, 5-ə ixtisar gedər. 3 qalar, 5-ə ixtisar gedər, 2 qalar. Surətdə qalan ədədləri bir-birinə vurub surətdə yazıram. Məxrəcdə qalan ədədləri də bir-birinə vurub məxrəcdə yazıram. Oldu 3-də 4. Bunu 1,3-də 1 kimi də yaza bilərsiniz. Bax, bu şəkildə. Bunu da həmçinin 1,2-də 1A və yaxud 1,5A
Belə də saxlaya bilərsiniz, səhv deyil. İndi uşaqlar keçək C variantına. Surətdə x kvadratıdır, məxrəcdə 21C. Vuraq, surətdə 14C, məxrəcdə isə xb. Gəlin ixtisarlarını aparaq. 21C 7C'yə ixtisar gedər, burada 3 qalar. 14C 7C'yə ixtisar gedər, burada 2 qalar. X x'e ixtisar getdi, burada B qaldı. X kvadratı x'e ixtisar getdi, x qaldı. Surətdə qalanları vurub yazıram. X vuraq 2, məxrəcdə isə qaldı 3 vuraq B. 3B'də 2x. 3B'də 2x. Bu da C bəndi idi. İndi uşaqlar D bəndini yazaq. D bəndi məxrəcdə 6B, surətdə 9A verilib. Vuraq 12B. O 12B'nin məxrəcinə özümüzdən bir ata bilərik. İkisi də kəsrə bənzəsin deyə. İndi ixtisarlarını aparaq. 6B ilə 12B elə 6B'nin özünə ixtisar gedər. Burada 1, burada da 2 qalar. Başqa ixtisar da yoxdur. Bərabərdir. Məxrəc surətdə qaldı 9A vuraq 2, məxrəcdə isə qaldı 1 vuraq 1. 2 dəfə 9, 18A. 18A'ya bərabər oldu. Birinci çalışmanı yekunlaşdırdıq. İndi isə uşaqlar keçək ikinci çalışmanın izahına. Çalışmada bölmə əməlini yerinə yetirin deyir. Gəlin yerinə yetirək uşaqlar. A bəndinə baxırıq. 4B'də 5A bölək 8-də 25A kvadratı. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri tərsinə çevirib vururuq. Vuraq 25A kvadratında 8. İndi ixtisarları aparaq. 4 və 8 hər ikisi 4-ə ixtisar gedər. Burada 2 qalar, burada isə B qalacaq. 5A ilə 25A hər biri 5A'ya ixtisar gedər. Burada 1 qalacaq. 5A'ya bölsək, burada 5A qalacaq. A'dan 2 də nə idi? Ona görə. Məxrəcdə qalanları vurub məxrəcdə yazıram. Surətdə qalanları da vurub surətdə yazıram. Surətdə isə qaldı 1 vuraq 2. Oldu 5A B'də 2. 5AB'də 2. İndi keçək B variantına. Surətdə 3AB'dir. Məxrəcdə 4XY kvadratı bölək. Surətdə 21AB, məxrəcdə isə 10x kvadratı y. İndi uşaqlar, müsbət ədədi mənfi ədədə böləndə mənfi alınır. Elə o mənfini ümumi qarşıda yazıram. Sonra birinci kəsiri olduğu kimi saxlayıb, ikinci kəsiri tərsinə çevirib vuracam. AB, surətdə isə 10 x kvadratı y. Gəlin ixtisarları aparaq. 3AB, 21AB. Hər biri elə 3AB-yə bölünər. 1 qalar, burada da 7 qalar. 10x kvadratı y, 4xy kvadratı. Hər biri 2xy-ə bölünər. 2xy-ə böləndə 5x qalacaq. 2xy-ə böləndə 2y qalacaq. Bərabərdir. Surətdə 1 vuraq 5x, məxrəcdə isə 2y vuraq 7. 14y-də 5x. Qarşıda da mənfi işarəsi var, o mənfini də unutmayaq. B bəndinin izahını yazdıq. İndi isə uşaqlar keçək C bəndinin izahına. C bəndində mötərizədə mənfi 6x kvadratı surətdədir. Məxrəcdə isə m kubu
n var. Mötərizəni bağladıq, bölək. Yenə mənfi x surətdə, məxrəcdə isə 3m n kvadratı var. İndi uşaqlar, mənfə də böləndə cavab müsbət alınır. Yəni, o mənfiləri yox elədik, müsbətə çevrildi. Birinci kəsiri olduğu kimi saxlayırıq, ikinci kəsiri tərsinə çevirib vururuq. Və gəlin ixtisarları aparaq. 6x kvadratından x hər biri x-ə bölünür. Burada 1 qalır. X-ə bölünsə, burada x-in biri qalacaq. X-in biri qalacaq. M kubu n, deməli, m n-ə ixtisar gedər. M-nə ixtisar eləsək, m kvadratı qalacaq burada. M-nə ixtisar eləsək, burada da n qalacaq. Qalan ədədləri vurub yazıram. Surətdə 6 vuraq x vuraq n qaldı. Məxrəcdə isə m kvadratı vuraq 1 qaldı. M kvadratında 6xn. İkinci çalışmanı da yekunlaşdırdıq. İndi isə keçək üçüncü çalışmanın izahına. Əməlləri yerinə yetirin. A bəndində hamısı vurma əməlidir. Birinci kəsirin məxrəci 3x surəti 2ab. İkinci kəsir 4ax kvadratı, sonra 6x kvadratı y vuraq 6a, məxrəcdə isə 15b. İndi gəlin ixtisarları aparaq uşaqlar. B-lər gedir. B-ləri ixtisar apardıq. B-lər getdi. Sonra A-lar da gedəcək. Bu da getdi. X kvadratları da gedir. X kvadratlar da getdi. Y-lər qalacaq, A-lar qalacaq. İndi ədədləri gəlin ixtisar eləyək. 6 və 15. Hər biri, hətta 6 və 3 ixtisar eləyə bilərik. 6-nı 3-ə ixtisar eləyəndə 2 qalır. 3-ü 3-ə ixtisar eləyəndə 1 qalır. X. Sonra keçdik. 4 ilə 2-ni ixtisar eləyə bilərik. 2-ni 2-yə ixtisar eləyəndə 1 qalacaq. 4-ü 2-yə ixtisar eləyəndə 2 qalacaq. Buradakı 2 ilə də buradakı 2-ni ixtisar eləyə bilərik. Sadəcə çox qara düşməsin deyə onu da mavi rənglə göstərəcəm. 1, 1. 15 ilə də 6-nı ixtisar eləyə bilərəm. 3-ə 5 qalacaq. 3-ə ixtisar eləsəm 2 qalacaq. Yerdə qalan ədədləri indi vuraq yazaq. Surətdə qaldı 1, vuraq 2, vuraq y, vuraq 1a. Surətdə bunlar qaldı. 1, 2, y, a, 1. Heç o birləri yazmasaz olar. Sonra məxrəcdə nə qaldı? X qaldı. 1 vuraq x. Vuraq 1. Vuraq 5. Hesablayaq. 5x məxrəcdədir. Surətdə isə 2ay. İndi keçək B bəndinin izahına. Məxrəcdə deməli 35p kvadratı verilib. Surətdə isə 12 m kvadratı n kvadratı. 14 n kvadratı surətdə 21 n üstü 6 məxrəcdə vuraq. Yox, n üstü 6 deyil, mən yerini səhv yazdım. M kubudur. M kubu. Uşaqlar, bunu ixtisar eləməyin başqa bir yolu da var. Eyni hərfləri məxrəcdə birləşdirmək və surətdə birləşdirib sonra ümumi ixtisar eləmək olar. Gəlin ixtisarlara baxaq. Nələr ixtisar gedəcək? M kvadratı M. Surətdə baxın, M kvadratı və M. Vuranda M kubu eləyir. Elə bu məxrəcdəki M kubundan getdi. Sonra surətdə var n kvadratı vurulanda n üstü 4 eləyir. Məxrəcdə də n üstü 6 var. İxtisar gedəndə məxrəcdə n üstü 2 qalacaq.
Çünki surətdə enisi 4 elədi. Sonra p kvadratından ixtisar gedəndə burada bir dənə p qalır. Öncə qalanları vuraq, sonra bir də ixtisar eləyərik. Çox qara düşməsin. 12 qaldı. Məxrəcdə 35p qaldı. 35p. Vuraq 14 qaldı. Məxrəcdə 1. İxtisar gedəndə burada 1 qalır. Sonra 5. Məxrəcdə də 21 n kvadratı. İndi gəlin ədədləri ixtisar eləyək. O 35 ilə 14 hər ikisi 7-yə ixtisar gedər. Burada 2 qalar. 7-yə ixtisar gedər. Burada 5 qalar. Həmin 5 ilə də bu 5 ixtisar gedər. 1. Bu 5 ixtisar gedər. 1. 12 ilə 21 3-ə ixtisar gedər. 4. 3-ə ixtisar gedər. 7. Qalan ədədləri vurub yazaq. 4 vuraq, 2 vuraq, 1 surətdə qaldı. Məxrəcdə P vuraq 1 vuraq 7 n kvadratı qaldı. O da olur 7 p n kvadratında 8. 7 p n kvadratında 8. Bu da B bəndinin izahı idi. İndi uşaqlar lövhəni təmizləyib keçirəm C variantının izahına. Burada bölmə əməlidir. Birinci kəsir olduğu kimi saxlayırıq. Digər kəsirləri tərsinə çevirib vururuq. Birinci kəsir olduğu kimi qaldı. Digərlərini tərsinə çevirib vuracaq. 9x kvadratında 2y vuraq 3x-də 5y. İndi gəlin ixtisarlarımızı aparaq uşaqlar. Surətdəki 3x ilə məxrəcdəki 3x getdi. 1, 1. Sonra 5y, 5y-ə gedir 1 qalır. 5y-ə getsə bir dənə y qalır. Həmin y də buradakı y-lə ixtisar gedəcək. 1 qaldı burada. İndi başqa ixtisar varmı? Xeyr, yoxdur. Surətdə qaldı deməli. 1 vuraq, 2 vuraq, 1. Məxrəcdə qaldı 1 vuraq 9x kvadratı vuraq 1. O da bizə verir 9x kvadratında 2. Bu da C bəndinin izahı idi. İndi isə keçək uşaqlar 4-cü çalışmanın izahına. Qüvvətə yüksəldin. A bəndini başlayaq həll etməyə. Məxrəcdə 2A, surətdə x var və kvadrata yüksəltməliyik. Kəsri qüvvətə yüksəldərkən surəti ayrıca, məxrəci ayrıca qüvvətə yüksəldirik. Hesablasaq surət x kvadratıdır. Məxrəcdə bu 2-nin kvadratı vuraq A-nın kvadratı deməkdir. Yenə hasilin qüvvəti qüvvətlər hasili şəklində yazılır. 2-nin kvadratı 4A kvadratı. B bəndinə baxaq. Surətdə 3A kvadratı, məxrəcdə B verilib və bunları 3-cü dərəcədən qüvvətə yüksəltməliyik. Surəti ayrıca qüvvətə yüksəldirəm. Surətin kubu, məxrəcin kubu şəklində yazdım. Surətdə də hasil var. Hasildə ayrı-ayrılıqda kuba yüksəldirəm. Üçün kubu 27. A kvadratının kubunu da hesablayarkən dərəcələr bir-birinə vurulur. A-nın üstündə 6. C bəndinə baxaq. Surətdə 2n kvadratı verilib. Məxrəcdə isə A-nın kubu verilib. Üzərində -2. Kəsrin dərəcəsi mənfi olduqda neynirdik? Surətlə məxrəcin yerini dəyişib, dərəcəni müsbətə çevirirdik. Mənfi üslü qüvvət verilibsə uşaqlar, biz onu müsbətə çevirmək üçün kəsrin surət və məxrəcinin yerini dəyişməliyik. İndi qüvvətə yüksəldə bilərik. Burada da 2-dir, mən 3 yazmışam. -2 müsbət 2-yə çevrildi. Bunun üçün də kəsrin surət və məxrəcinin yerini dəyişmək lazım idi. İndi A kubunun kvadratını ayrıca tapırıq. 2n kvadratının
kvadratını da ayrıca tapırıq. A'nın üstü 3 dəfə 2 6 olacaq. Burada da 2'nin kvadratını ayrıca, n kvadratının kvadratını da ayrıca hesablayırıq. Hasilin qüvvəti qüvvətlər hasilinə bərabərdir. A üstü 6 bölək 4, n üstü 4. Bu da C bəndinin izahı idi uşaqlar. İndi isə keçək 5-ci çalışmanın izahına. Əməlləri yerinə yetirin. Gəlin A bəndindən başlayaq həll etməyə. Məxrəcdə A surətdə 8x kvadratı vuraq AB bölək 4x-in mötərizə kubu. Öncə qüvvətə yüksəldirik. 8x-in kvadratı məxrəcdə də oldu A-nın kvadratı. Bunu birbaşa hesablayıb da yaza bilərsiniz. AB-nin kubu bölək 4x-in kubu. Hesablasaq 8'in kvadratı 64, x'in də kvadratı x kvadratı. Bölək a kvadratı vuraq. Hasilin qüvvətləri ayrı-ayrıqda yazılır. A kubu, B kubu. Bölək 4'ün kubu 64, x kubu. İndi uşaqlar ixtisarları apara bilərik burada. 64x kvadratı 64x kubu. Hər biri 64x kvadratını ixtisar gələcək. Burada 1 qalır, burada da x qalır. A kubu A kvadratını ixtisar gedir. Burada 1 qalır, burada da A qalır. Qalanları vurub yazıram. Surətdə 1 vuraq A vuraq B kubu. Məxrəcdə isə 1 vuraq X qaldı. O da bizə verir AB kubu bölək X. Keçək B bəndinin izahına. Birinci kəsirimiz C kvadratında 9y-dir. Onu da kvadrata yüksəltməliyik. Bölək. İkinci kəsirimiz C bölək 3y-in üstü mənfi 3'dür. İndi öncə mənfi üstü qüvvəti müsbətlə ifadə edəcəm, sonra hesablayaq uşaqlar. Mənfi dərəcəni müsbətə çevirmək üçün, müsbət 3'ə çevirmək üçün gərək kəsrin surəti və məxrəcinin yerini dəyişək. İndi hesablaya bilərəm. 9y-in kvadratı eləyəcək 81y kvadratı. Bayaq yuxarıda açıq formasını yazmışdım, indi birbaşa yazıram. Məxrəcdə C kvadratını kvadrata yüksəldəndə C üstü 4 olacaq. Bölək 3'ün kubu 27, y-in kubu y kubu. Bölək C kubu. İndi birinci kəsir olduğu kimi qalır, ikincinin tərsinə çevirib vururam. Və ixtisarları aparaq. 81y kvadratı və 27y kubu. 27y kvadratını ixtisar gedir. Burada 3 qalacaq. 27y kvadratını ixtisar getsə, burada y qalacaq. C üstü 4, C kubunu ixtisar getsə C qalır. C kubunu ixtisar getsə 1 qalır. Bərabərdir. Surətdə qaldı 3 vuraq 1. Məxrəcdə isə qaldı C vuraq y. CY-də 3. Bu da B bəndinin izahı idi. İndi uşaqlar lövhəni təmizləyib keçirəm C bəndinin izahına. Öncə hər bir kəsiri qüvvətə yüksəldirəm. Surətdə 2x-in kvadratı. İkinci dərəcədən qüvvətə yüksəltdim. Məxrəci dairə. Dediyim kimi birbaşa da yazmaq olar bunu. Bölək. İkinci kəsirdə surət 4x kubudur. İkinci dərəcədən yeni qüvvətə yüksəldirəm. Bölək. Məxrəcdə 3y kvadratıdır. Yenə ikinci dərəcədən qüvvətə yüksəldirəm. Bu kvadrat həm 2'yə aiddir, həm də x kvadratına aiddir. İkisinə də. 2'nin kvadratı eləyəcək 4. X kvadratını kvadrata yüksəldərkən dərəcələr bir-birinə vurulur. X üstü 4. 3'ün kvadratı 9, y kvadratı bölək 4'ün kvadratı 16, x kubunu kvadrata yüksəldərkən dərəcələr bir-birinə vurulur. X üstü 6.
3-ün kvadratı 9, y-in kvadratı y üstü 4. Birinci kəsir olduğu kimi saxlayıram. İkinci kəsiri tərsinə çevirib vuracam. İndi ixtisarlara apara bilərik. 9y kvadratı 9y üstü 4 elə 9y kvadratına bölünər. Y kvadratı qalacaq. 4x üstü 4, 16x üstü 6. Elə 4x üstü 4-ə bölünər. Burada 1, burada isə x kvadratı qalacaq. 1 vuraq y kvadratı surətdə, 1 vuraq x kvadratı da məxrəcdə. Oldu x kvadratında y kvadratı. Hə, bir də burada uşaqlar onu yazmağı unutdum. 16-nı 4-ə böləndə 4x kvadratı qalır. 4x kvadratına x üstü 4-ə böləndə 4x kvadratı qalır. Ona görə burada bir dənə də 4 var. 2 dəqiqə onu düzəldim. 4x kvadratında y kvadratı. 5-ci çalışmanı da izah etdik. İndi isə keçirəm 6-cı çalışmanın izahına. Əməlləri yerinə yetirin. A bəndindən başlayaq həll etməyə. Məxrəcdə 16a kvadratı b, surətdə isə 5x verilib. Vuraq 12ab kvadratı. Bunun məxrəcinə özümüzdən 1 yaza bilərik. Bundan sonra ixtisarlarını aparaq uşaqlar. Deməli, A ilə ixtisar getsə, burada bir dənə A qalacaq. B ilə ixtisar getsə, burada bir dənə B qalacaq. 12 ilə də 16, 4 ixtisar getsə, burada 3 qalır. Burada isə 4 qalır. Başqa bir ixtisar varmı? Xeyr, yoxdur. Mənfi 5x vuraq 3b surətdə qaldı. Məxrəcdə isə 4a vuraq 1 qaldı. 4a-da mənfi 15 bx. Bu A bəndi idi. İndi B bəndinə baxaq. 6b kvadratında 11a üstü 4 vuraq 5a 6b kubu bölək 12a kubunda 11b kubu. İndi uşaqlar, birinci və ikinci kəsirin arasında vurma işarəsi deyil. İkisi də olduğu kimi qalacaq. Üçüncü kəsirin arasında bölmə işarəsi var deyə o tərsinə çevriləcək. Nəyə bölürüksə onu tərsinə çevirib yazmalıyam. Birinci kəsirdə olduğu kimi saxladım. Vuraq ikinci kəsirdə olduğu kimi saxladım. Üçüncü kəsiri tərsinə çevirib vururaq. 11b kubunda 12a kubu. İndi ixtisarlarımızı apara bilərik. 11 və 11 ixtisar getdi. A üstü 4 vardı surətdə. Məxrəcdə A üstü 4 yoxdur. 12 ilə 6 ixtisar getdi. 6-nın özünə burada 2 qalacaq. Surətdə A-lardı, məxrəcdə B-lərdi. Başqa ixtisar yoxdur. Surətdə qaldı A üstü 4. Vuraq 5A. Vuraq 2A kubu. Surətdə qalanlar bulardı. Məxrəcdə qaldı B kvadratı. Vuraq 6B kubu. Vuraq yenə B kubu. Burada da uşaqlar 2 ilə 6-nı da ixtisar edə bilərik. Tam gedir. Burada 3 qalır. Bərabərdir. Vurub yazıram. Məxrəcdə 3. B kvadratı, B kubu, B kubu. Əsaslar eyni olub vurularkən dərəcələr toplanır. Olur B üstü 6, 8.
B üstü 8. Surətdə də 5A üstü, bunu da dərəcəsini özümüzdən 1 yazsaq, 5, 8 edir. A üstü 8. B bəndinin də izahını yazdıq. İndi lövhəni təmizləyib keçirəm C bəndinin izahına. Burada birinci kəsir olduğu kimi qalır. İkinci kəsir bölündüyünə görə tərsinə çevrilib vurulur. Gəldi üçüncü kəsirə. Üçüncü kəsirdə vurulduğuna görə elə olduğu kimi qalır. Heç nə dəyişmir orada. Sadəcə bölünən kəsiri tərsinə çeviririk. Hesablayaq uşaqlar. Surətdə y kvadratı, bir də y. Elə y kubunla ixtisar gedər, yaxşı, gəlin ayrı-ayrı taparaq. 5y, 5y-ə gedəndə 1 qalır. 5y kubu 5y-ə ixtisar gedəndə y kvadratı qaldı. Bu y kvadratından da bu y kvadratı ixtisar getdi, 1 qaldı. Sonra 3x kvadratı ilə 3x kvadratına bölünsə 1 qalar. 9x kubu 3x kvadratına bölünsə burada x qalacaq. 3x qalacaq hətta. 3x. Başqa da bir ixtisarımız yoxdur. Surətdə qaldı 1, vuraq 1, vuraq 1. Burada da 1 qalır da elə. Yox, 1 qalmayıb. Burada 2 qalıb. Bir dəqiqə uşaqlar. Onu düzəldək. Burada 2 qalıb. Görürsüz? Məxrəcdə qaldı 1, vuraq 3x, vuraq 3x. Qarşıda da bir dənə mənfi işarəsi var uşaqlar. O mənfi işarəsini də burada qeyd eləyirəm. Bərabər olur mənfi, surətdə 2, məxrəcdə isə 9x kvadratı. Bu da C bəndinin izahı idi. İndi isə keçirik 7-ci çalışmanın izahına. Vurma əməlini yerinə yetirin. A bəndində surətdə x kvadratı çıxaq 2x, məxrəcdə isə y verilib, vuraq y kvadratında x. Gəlin surətdə ortaq vurğu mötərizə xaricinə çıxardaq. X-ə bölsək x çıxaq 2 qalır. Məxrəcdə y. Vuraq surətdə y kvadratı, məxrəcdə x. İndi ixtisarlarımızı apara bilərik. X-lər ixtisar gedir. 1 qalır. Burada da y-lər ixtisar gedir. 1. Burada y-in biri qalacaq amma. Çünki 2 dənə y var idi. Surətdə qaldı y vuraq x çıxaq 2. Məxrəcdə isə qaldı 1. 1 vuraq 1. O biri də yazmasaq da olar. Bu A bəndi. İndi keçək B bəndinə. A çıxaq B vuraq AB. Vuraq 3AB. Məxrəcdə isə AB çıxaq B kvadratı. İndi ikinci kəsirin məxrəcini öncə sadələşdirib, sonra ixtisar eləyirik. Bunu da mötərizədə yazıram. Niyə mötərizədə yazdım? Çünki uşaqlar, birazdan ixtisarı daha rahat görəsiz deyə. Məxrəcdə hər biri B-yə bölünür. B-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxartsaq, A çıxaq B qalır. İndi rahat görə bilərsiniz ixtisarları. A çıxaq B, A çıxaq B ixtisar getdi. Burada B qaldı, burada isə 1 qalır. İxtisar getsə. 3AB, AB ixtisar getsə 3 qalacaq. Burada da 1 qalır. Vuraq yazaq. Surətdə 1 vuraq 3, məxrəcdə isə 1 vuraq B. Oldu B-də 3. Bu da B bəndinin izahı idi. İndi uşaqlar lövhəni təmizləyib keçirəm C variantının izahına. Surətdə 3x çıxaq 15y vuraq 4, məxrəcdə isə x kvadratı çıxaq 25 y kvadratı verilib. İndi ikinci kəsirin məxrəci kvadratlar fərqidir. Birinci kəsirin isə hər bir həddi 3-ə bölünür. 3-ü ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. X çıxaq 5y. Məxrəcinə də 1 yazıram ki, kəsirə bənzəsin. Vuraq.
Kvadratlar fərqi kimi yazsaq, x çıxaq 5y, vuraq x plus 5y qalır. İxtisarlara aparsaq, x çıxaq 5y, x çıxaq 5y getdi. Başqa da bir ixtisar yoxdur. Qalanları vurub elə yazacaq. Surətdə 3 vuraq 4, məxrəcdə 1 vuraq x üstəgələk 5y. X üstəgələk 5y-də 12. C bəndini də izah etdik. İndi uşaqlar lövhəni təmizləyib keçirəm D variantının izahına. Belə bir ifadə verilib. Bunun məxrəcinə özümüzdən 1 yaza bilərik. Gəlin başlayaq. Birinci kəsrin məxrəci kvadratlar fərqidir. A çıxaq 2, A üstəgələk 2 şəklində yaza bilərəm. İkinci kəsirin surəti isə müxtəsər vurma düsturlarına görə A çıxaq 2-nin mötərizə kvadratıdır. Məxrəci 1. Gəlin indi ixtisarlara aparaq uşaqlar. A çıxaq 2. İxtisar getsə burada A üstəgələ 2 qalacaq. Burada da A çıxaq 2-dən 2 dənədir. İxtisar gedəndə bir dənəsi qalır. A çıxaq 2-nin bir dənəsi qalır. Surətdə qalacaq A vuraq A çıxaq 2, məxrəcdə isə qalacaq A üstəgələk 2 vuraq 1. O 1-ə vurmağın da elə də bir mənası yoxdur. Yəni bu formada bir ifadə qaldı. Bu C bəndinin izahı idi. İndi isə, daha doğrusu D bəndinin izahı idi. İndi isə E bəndinə baxaq. Surət C kvadratı çıxaq 16-dır. Yenə kvadratlar fərqi olacaq. Məxrəc 15 BC. Vuraq 5B. C üstəgələk 4. Surəti kvadratlar fərqi kimi yazıram. C çıxaq 4, C üstəgələk 4. Məxrəcdə 15 BC. Vuraq 5B. Bölək. C üstəgələk 4-də mötərizədə yazıram. Gəlin indi ixtisarlar aparaq. C üstəgələk 4 ixtisar getdi, burada 1 qaldı. Digərində isə C çıxaq 4 qaldı. 5B ixtisar getdi, 1 qaldı. Burada 5B ixtisar getsə 3C qalacaq. 5B ixtisar getsə 3C. Surətdə qaldı C çıxaq 4 vuraq 1. 1-ə vurmasaz da olar. Məxrəcdə qaldı isə 3C vuraq 1. O da elə bizə verəcək 3C-də C çıxaq 4. 3C-də C çıxaq 4. Bu da E variantının izahı idi. İndi isə uşaqlar lövhəni təmizləyib keçirəm F variantının izahına. Birinci kəsirin surətini olduğu kimi saxlayıram. Məxrəcindən ortaq vuruğu mötərizə xaricinə çıxardacağım. 2-yə böləndə x çıxaq 2 qaldı. İkinci kəsirin surəti kvadratlar fərqidir. Bir dəfə x çıxaq 2, bir dəfə də x üstəgələ 2 şəklində yazırıq. Məxrəcdən isə 3-ü ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, x üstəgələ 3 qalacaq. İndi ixtisarlarımızı apara bilərik. X çıxaq 2, x çıxaq 2 getdi. Buradan da x üstəgələk 3, x üstəgələk 3-ə böləndə bir dənəsi qalacaq. Çünki kvadratdır burada. Yerdə qalanlar x üstəgələk 3 vuraq, x üstəgələk 2 surətdə qaldı. Məxrəcdə isə 2 vuraq 3, 6 qaldı. Məxrəcdə qalanları bir-birinə vurdum, yazdım. Surətdə qalanları isə bir-birinə vurdum, qeyd etdim. İstəsəz uşaqlar, bunu biraz da açıq yaza bilərsiniz. Surəti vurub aça bilərsiniz. X kvadratı üstəgələk 2x, x kvadrat üstəgələk 2x, üstəgələk 3x, üstəgələk 3 dəfə 2, 6. Bölək 6. 7-ci sinifdə keçmişsiniz. Çox ədlə vurulma qaydası. X kvadratı üstəgələk 5x plus 6 bölək 6. Bu şəkildə bir ifadə alınır. 7-ci çalışmanı yazdıq. Keçək 8-ci çalışmanın izahına. Bölmə əməlini yerinə yetirin.
10x çıxaq 15y. Bunun məxrəcini özümüzdən 1 yaza bilərik uşaqlar. Bölək. 2x çıxaq 3y-in mötərizə kvadratı bölək 2x. İndi birinci kəsiri olduğu kimi saxlayıram, amma surətdən gəlin ortafuruq mötərizə xaricinə çıxardaq sonra. 5-ə böləndə 2x çıxaq 3y qalacaq. Birinci kəsir olduğu kimi saxladım. İkinci kəsiri isə tərsinə çevirib vururam. 2x çıxaq 3y-in kvadratı. İndi ixtisarlarımızı apara bilərik. 2x çıxaq 3y ixtisar gedəndə burada kvadratda bir dənəsi qalacaq. Bir dənəsi gedir, bir dənəsi qalır. Bərabərdir, hesablayaq uşaqlar. Surətdə qaldı 5 vuraq 2x. Məxrəcdə isə qaldı 1 vuraq 2x çıxaq 3y. Bunu ümumi birbaşa ilə vurub da yazmaq olar. Bu birincisi idi. Keçək ikincisinin həllinə. Bunun üçün lövhəni silib davam edirik. Surətdə a kvadratı çıxaq 3ab, məxrəcdə isə 3b var. Bölək 7a çıxaq 21b. Bunun məxrəcinə 1 yaza bilərik. İndi birinci kəsir surətindən a-nı ortafuruq kimi mötərizə xaricinə çıxardıram. A çıxaq 3b qalır. İkinci kəsiri uşaqlar tərsinə çevirib vurmalıyam. Amma buradan da 7-nin ortafuruq kimi mötərizə xaricinə çıxarda bilərik. A çıxaq 3b qalacaq. İndi ixtisarlarımızı aparaq. A çıxaq 3b, A çıxaq 3b. Getdi. Yerdə qaldı. Surətdə A vuraq 1 A. Məxrəcdə isə 3-ü 7-yə vuranda 21, yanında da B. Bu şəkildə bir ifadə alındı. Keçək digər bəndinə. A kvadratı çıxaq 4B kvadratı. Bunun məxrəcinə 1 yaza bilərik. Bölək 5A çıxaq 10B. Buradan da 5-i mötərizə xaricinə çıxardarıq. A. İndi birinci kəsir kvadratlar fərqi kimidir. A çıxaq 2B, A üstə gələ 2B yaza bilərik. Məxrəcdə 1. İkinci kəsir isə tərsinə çevirib vurmalıyam. Tərsinə çevirərkən də 5-i ortaq vuruq kimi mötərizə xaricinə çıxardırıq. İndi ixtisarlarımızı aparaq. A çıxaq 2B, A çıxaq 2B. Getdi. Surətdə nə qaldı? Bərabərdir. A vuraq, A üstə gələ 2B. Bu surətdə qalır. 5 vuraq 1, 5 eləyir. Bu da məxrəcdə qalır. 8-ci çalışmanı da yekunlaşdırdıq. İndi isə keçirik 9-cu çalışmanın izahına. Əməlləri yerinə yetirin. Birinci kəsirdə uşaqlar. A ilə B-nin yerini dəyişəcəm. Niyə yerini dəyişəcəm? Çünki məxrəcdə A kvadrat çıxaq B kvadratdır. Bir dəfə A çıxaq B, bir dəfə A plus B yazacağım. Yəni bizə A çıxaq B lazımdır. Fərqdə dəyişənlərin yerini dəyişmək üçün qarşıya bir dənə mənfi yazmaq lazımdır. 3A surətdə, məxrəcdə isə dediyim kimi A çıxaq B, bir dəfə də A plus B yazacağım. İndi ixtisarları apara bilərik. A çıxaq B'lər ixtisar gedir. İxtisar getsə burada mənfi 1 qalır. Mənfi 1. A'lar da ixtisar getsə burada da eləcə 1 qalır. Mənfini ümumi qarşı yazaq. Surətdə burada 1 qalmışdı. 1-i 3-ə vuranda 3. Məxrəcdə isə 1 vuraq A üstə gələk B, elə A üstə gələk B eləyəcək. Mənfini də ümumi qarşıda yazmışam. İndi keçək uşaqlar 9-un B variantına.
Surət a kvadratı çıxaq 1-dir. Bunu kvadratlar fərqi kimi yazırıq. A çıxaq b-nin olduğu kimi saxlayacağım. İndi gəlin sadələşdirməyə keçək. A çıxaq 1, a üstəgələk 1. Kvadratlar fərqi kimi yazdım. A çıxaq 1, a üstəgələk 1. Məxrəcdə a çıxaq b. Vuraq. Surətdən 3-ü mötərizə xaricinə çıxarsam, a çıxaq b qalır. Bölək. A-nı mötərizə xaricinə çıxarsam, a plus 1 qalır. İxtisarlarımızı aparaq. A üstəgələk 1, a üstəgələk 1 getdi. A çıxaq b, a çıxaq b getdi. Surətdə qalanları bir-birinə vurub surətdə yazaq. 3 vuraq, a çıxaq 1 surətdə qaldı. Məxrəcdə isə eləcə a qaldı. Bu da B bəndinin izahı idi. İndi isə uşaqlar lövhəni silib keçirəm C bəndinin izahına. Sadələşdirsək birinci kəsiri məxrəcindən x ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam x çıxaq 1 qalacaq. İkinci kəsiri uşaqlar tərsinə çevirib vururam. 3ax məxrəcdə yazılır. 2x çıxaq 2 də surətdə yazılır. Amma gəlin buradan da 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxardaq. Daha sərfəli olsun yazımız. Çox uzatmadan. 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam 2 çıxaq 1 qalacaq. Və ixtisarları apara bilərik. X çıxaq 1, x çıxaq 1 getdi. 3a getdi. Burada x qaldı. 3a'ya bölünsə burada da 2 qaldı. Surətdə 2-ni 2-yə vurdum 4. Məxrəcdə isə qaldı x vuraq x. Burada bir dənə x qalıb. Baxın, görürsünüz. Sadəcə 3-anı ixtisar eləmişəm. Oldu 4 bölək x kvadratı. Keçək D variantına. D variantında surətdə a üstəgələk 2-nin mötərizə kvadratı verilib. Məxrəcdə isə a kvadratı çıxaq 9. Sadələşdirək. Surətdə a üstəgələk 2-nin kvadratını olduğu kimi saxlayıram. Məxrəcdə kvadratlar fərqi yazacağım. A çıxaq 3 vuraq a üstəgələk 3. A çıxaq 3 vuraq a üstəgələk 3. Vuraq digər kəsirin surətindən 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam a çıxaq 3 qalacaq. Bölək. Məxrəcdən də 2-ni mötərizə xaricinə çıxarsam a plus 2 qalacaq. İxtisarları apara bilərik. Deməli 2 ilə 2 tam ixtisar getdi. A çıxaq 3 ilə A çıxaq 3 ixtisar gedər, surətdə eləcə 1 qaldı. A üstəgələk 2 ilə də A üstəgələk 2-nin biri ixtisar gedər. A üstəgələk 2-nin biri surətdə qaldı, məxrəcdə isə heç nə qalmadı, 1 qaldı. Məxrəcdə qalanları vurub məxrəcdə yazıram. A üstəgələk 3 vuraq 1 elə A üstəgələk 3 eləyəcək. Surətdə qalanları da vurub surətdə yazıram. A üstəgələk 2 vuraq 1 elə A üstəgələk 2 eləyəcək. D bəndini də qeyd etdik. İndi keçək E bəndinin izahına. Birinci kəsirin surətindən C-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxartsam C üstəgələk 2 qalır. Məxrəcində isə kvadratlar fərqi yazıram. C çıxaq 1, C üstəgələk 1. İkinci kəsiri tərsinə çevirib vurmalıyıq. Vurarkən də ortaq vuruqlarda mötərizə xaricinə çıxardaq. Məxrəcdə olacaq 2C plus 4. 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq C üstəgələk 2 qalacaq. Həm tərsinə çevirirəm, həm də ortaq vuruqları mötərizə xaricinə çıxardıram. Surətdə isə C çıxaq 1. İndi ixtisarları aparaq. C çıxaq 1, C çıxaq 1 getdi. C üstəgələk 2, C üstəgələk 2 getdi. Başqa da bir ixtisar yoxdur. Surətdə qaldı 3 vuraq C. Məxrəcdə isə qaldı 2 vuraq C plus 1. F variantına baxaq. X plus 1-in kvadratı. Məxrəcdə isə 2x üstəgələk 4 bölək.
X kvadratı çıxaq 1 bölək 3x plus 6. X plus 1-in kvadratını dəyişmirəm, olduğu kimi qalır. Məxrəcdən amma 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam, x plus 2 qalacaq. İkinci kəsir tərsinə çevirib vurursaq, surət məxrəcə düşür, kvadratlar fərqi kimi yazılır. Məxrəc də surətə çıxır və 3-ü də ortaq vuruq kimi çıxartsaq, x üstə gələ 2 qaldı. Həm surətlə məxrəcin yerini dəyişirəm tərsinə, həm də ixtisarları aparıram. Daha doğrusu ortaq vuruqları mötərizə xaricinə çıxardıram. X üstə gələk 2, x üstə gələk 2 getdi. X üstə gələk 1, x üstə gələk 1 gedəndə burada bir dənə x üstə gələk 1 qalacaq. Çünki kvadratdır. Surətdə qaldı 3 vuraq x üstə gələk 1. Məxrəcdə isə qaldı 2 vuraq x çıxaq 1. Bunu vurub da aça bilərsiniz, belə də saxlaya bilərsiniz. İndi isə uşaqlar keçək 10-cu çalışmanın izahına. 10-cu çalışmada sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin uyğun qiymətini hesablayın. Öncə sadələşdiririk, ən sonda qiyməti yerinə yazırıq. Bacardığımız qədər sadələşdirəndən sonra. Birinci kəsrin surətini olduğu kimi saxlayırıq, çünki sadədir. Məxrəcində isə 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxardırıq. X üstə gələ 2 qalır. Vuraq ikinci kəsrin surətindən 4-ü ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, x üstə gələ 2 qalır. Məxrəc isə kvadratlar fərqi kimi yazırıq. X çıxaq 1 vuraq x üstə gələk 1. Bundan sonra ixtisarlarımızı apara bilərik. X üstə gələk 1 ilə x üstə gələk 1 ixtisar getsə, burada bir dənə x üstə gələk 1 qalacaq. Çünki kvadratdır. X üstə gələk 2 ilə də x üstə gələk 2 ixtisar getdi. 4 ilə də 2 ixtisar getdi. Burada 1 qalır. Burada isə 2 qalacaq. Qalan ədədləri bir-birinə vurub yazıram. Surətdə 2 vuraq x üstə gələk 1 qaldı. Məxrəcdə isə eləcə x çıxaq 1 qaldı. Bunu vurub aça da bilərsiniz. Bu şəkildə də saxlaya bilərsiniz. İndi gəlin qiymətlərini yerinə yazaq. X-in qiyməti 1,5-dir. 2 vuraq 1,5 üstə gələk 1. Məxrəcdə x-in yerinə 1,5 yazıram, çıxaq 1. 2 vuraq 2,5. Məxrəcdə də 0,5. 2,5 ilə də 0,5 ixtisar gedir. Deməli, ixtisar getsə burada qalır 5. 5-i də 2-yə vuranda eləyir 10. Onuncu çalışmanın A bəndində cavab elədi 10. İndi lövhəni təmizləyib keçək B variantına. Surətdə C-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam C üstə gələk 3 qalır. Məxrəc kvadratlar fərqi kimi yazırıq. C çıxaq 2. C üstə gələk 2. Vuraq. İkinci kəsir tərsinə çevirirəm. Məxrəcdə də 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, C üstə gələk 3 qalacaq. İndi ixtisarlarımızı apara bilərik. C üstə gələk 3, C üstə gələk 3. C çıxaq 2, C çıxaq 2. Surətdə qalanları burada 1 qaldı da, C çıxaq 2 ixtisar gedəndə. Surətdə qalanları yazıram. Surətdə eləcə C qaldı. 1-i C-yə vuranda C eləyir. Məxrəcdə də 2 vuraq, C üstə gələk 2 qaldı. İndi qiymətlərini yerinə yazaq. C-nin qiyməti mənfi 1,5-dir. Mənfi 1,5 bölək 2 vuraq. 2-dən 1,5-in çıxanda 0,5 eləyir. Mənfi 1,5 bölək 2-ni 0,5-ə vuranda 1. 1-ə də böləndə yenə 1,5 qaldı. Bu da B bəndinin izahı idi. İndi isə uşaqlar keçək 11-ci çalışmanın izahına. Sadələşdirin. X çıxaq 1 bölək x kvadratı çıxaq x üstə gələk 1.
İkinci kəsirdə isə surət x kubudur. Məxrəc isə kvadratlar fərqidir. X kvadratı çıxaq 1. Birinci kəsir olduğu kimi saxlayıram, orada heç nə dəyişmir. İkinci kəsirdə isə müxtəsər vurma düsturlarına görə sadələşdirəcəm surəti məxrəci. Surət kublar cəmidir. X üstəgələk 1 vuraq. Birinci həddin kvadratı x kvadratı çıxaq hasilin əksi x üstəgələk ikinci həddin kvadratı 1. Məxrəcdə isə kvadratlar fərqi yazıram. X üstəgələk 1 vuraq. X çıxaq 1. Və ixtisar eləyək uşaqlar. X üstəgələk 1, x üstəgələk 1 getdi. X çıxaq 1, x çıxaq 1 də getdi. Tam gedir. Burada x kvadratı çıxaq x üstəgələk 1 ilə bu da getdi. Yerdə qaldı eləcə 1. Heç nə qalmadısa cavab 1-dir. E bəndinə baxaq. Birinci kəsiri olduğu kimi saxlayıram. İkinci kəsiri tərsinə çevirib vuracam. X kvadrat üstəgələk 2x plus 1. Surətdə isə x kubu çıxaq 1-dir. İndi uşaqlar, birinci kəsiri yenə olduğu kimi saxlayırıq. Sadədir. X kvadrat üstəgələk x üstəgələk 1. İkinci kəsiri sadələşdirək. Surət kublar fərqi kimi yazılır. X kvadratı üstəgələk x üstəgələk 1. 7-ci sinifdə keçmisiniz bunları. Məxrəc isə x üstəgələk 2-nin kvadratıdır. Daha doğrusu x üstəgələk 1-in kvadratıdır. İndi ixtisarlarımızı apara bilərik. Tam ixtisar getdi. 1 qaldı. X çıxaq 1 ilə də x çıxaq 1 heç nə ilə ixtisar getmir. X üstəgələk 1 ixtisar getdi. Burada 1 qaldı. Burada isə x üstəgələk 1-dən bir dənəsi qalacaq. Yerdə qalanları yazaq. Məxrəcdə x üstəgələk 1, surətdə isə x çıxaq 1 qaldı. X çıxaq 1, x üstəgələk 1. Bu da B bəndinin izahı idi. İndi lövhəni təmizləyib keçirəm C bəndinin izahına. Birinci kəsiri olduğu kimi saxlayıram. A kubu çıxaq B kubu. Bölək A kvadratı çıxaq B kvadratı. İkinci kəsiri tərsinə çevirib vururam. 2A üstəgələk 2B A kvadratı üstəgələk AB üstəgələk B kvadratı. İndi sadələşdirəcəm. Birinci kəsirin surət də məxrəc də müxtəsər vurma düsturudur. Birinci kublar fərqi kimi yazıram. A kvadratı üstəgələk AB üstəgələk B kvadratı. Məxrəci isə kvadratlar fərqi kimi yazıram. A çıxaq B vuraq A üstəgələk B. Vuraq 2-ni mötərizə xaricinə çıxarsam A üstəgələk B surətdə qaldı. Məxrəcdə isə olduğu kimi yazıram. A kvadrat üstəgələk AB üstəgələk B kvadratı. Və ixtisarlarımızı aparaq. İxtisar getdi. Burada 1 qaldı. A çıxaq B ilə D çıxaq B ixtisar getdi. Burada ümumi heç nə qalmadı. 1 qaldı. A üstəgələk B ilə A üstəgələk B ixtisar getdi. 1, burada 1. Surətdə isə 2 qaldı. Surətdə 2-ni 1-ə vuranda 2 eləyəcək. Məxrəcdə isə 1-i 1-ə vuranda 1 eləyəcək. Cavab yəni oldu 2. 11-ci çalışmanı da yazdıq. İndi isə keçək 12-ci çalışmanın izahına. Əməlləri yerinə yetirin. A bəndindən başlayaq həll etməyə. 2A çıxaq 8 bölək 3A üstəgələk 3 bölək 2A kvadratı çıxaq 4A çıxaq 16 bölək A üstəgələk 1. İndi uşaqlar, birinci kəsirin surətindən 2-ni mötərizə xaricinə çıxardıram, A çıxaq 4 qalır. Məxrəcindən də 3-ü mötərizə xaricinə çıxardıram, A üstəgələk 1 qalır. Digər kəsiri isə tərsinə çevirib vururam. Və tərsinə çevirərkən də ortaq vuruğu mötərizə xaricinə çıxardacam. 2-yə böləndə A kvadratı çıxaq 2A çıxaq 8 qaldı. Hər birini 2-yə böldüm. İxtisarlarımızı aparaq buradan.
A üstəgələk 1, A üstəgələk 1 ixtisar getdi. 2 ilə də 2 ixtisar getdi. Yerdə qalan ədədləri yazıram. Surətdə deməli A çıxaq 4 qaldı. Məxrəcdə isə 3 vuraq. A kvadratı çıxaq 2A çıxaq 4 qaldı. Daha doğrusu çıxaq 8 qaldı. Elə 2 ədəd tapaq ki, hasili hasili -8-ə, cəmi -2-yə bərabər olsun. Hasili -8-ə, cəmi -2, -4 və -2. Vuruqlara ayırsaq bu m-dir, bu da n-dir. A üstəgələk 4, vuraq, A çıxaq 2 olur. Yazaq yerinə. Məxrəcdəki 3 ədədinin yerinə yazacağım. A üstəgələk 4, vuraq, A çıxaq 2. İki dəqiqə üzrü sayın uşaqlar. Mən vuruqlara ayırmada bunu səhv elədim. Vuruqlara ayırma düsturumuz belə idi. X üstəgələk m, x üstəgələk n. Onda bu A plus 4, bu A çıxaq 2 olur. Daha doğrusu təzədən burada yuxarıda yazdım. Biraz tələsik yazdım. Orada səhv getdi. Deməli, vuruqlara ayırma düsturumuz ax kvadrat x kvadratı üstəgələk bx üstəgələk c şəklində olduqda x çıxaq m x plus m vuraq x çıxaq n şəklində olur. Və yerinə də qoyduqda olacaq a çıxaq 4 a çıxaq 4 a plus 2. Qısa yazmağa çalışıram. Onda belə biraz cüzi səhvlər gedə bilir. Burada da a çıxaq 4 eləyək. İndi uşaqlar ixtisarları apara bilərik. Burada 1 qalacaq. Məxrəcdə isə vurub aça bilərik. 3a çıxaq 6. Bütöv də yaza bilərsiniz, vurub aça da bilərsiniz. 3a üstəgələk 6. 12 nav bəndini yazdıq. İndi isə lövhəni təmizləyib keçirəm B bəndinin izahına. Surətdən 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. X plus 2 qalır. Məxrəcdə vuranda 10, toplayanda -7 eləyən ədədlər. -5 və -2. -5 və -2. Burada yazaq hasili 10, cəmi -7. -5, -2 olacaq. M budur, n də budur. Onda olur x üstəgələk m. X çıxaq 5, bir də x çıxaq 2. Vuraq, digərinin surəti kvadratlar fərqidir. X çıxaq 2, x üstəgələk 2. Məxrəci də müxtəsər vurma düsturuna görə x üstəgələk 2-nin mötərizə kvadratıdır. Burada da aldıq x çıxaq 5, x çıxaq 2. İndi ixtisarları aparaq. X üstəgələk 2, x üstəgələk 2. Burada 2 dənədir, elə buradan ikisi də tam ixtisar getdi. X çıxaq 2, x çıxaq 2 tam ixtisar getdi. Burada da 1 qaldı. Surətdə nə qaldı uşaqlar? Bərabərdir. Eləcə 2, məxrəcdə də qaldı x çıxaq 5. Bu da B bəndinin izahı. İndi isə lövhəni təmizləyib keçirəm C bəndinin izahına. A kub üstəgələk B kubu, kublar cəmidir. Məxrəcdə 3A üstəgələk 3B. Vuraq A kvadratı çıxaq B kvadratı. Məxrəcdə AB çıxaq A kvadratı çıxaq B kvadratı. İndi uşaqlar, surət kublar cəmidir. Kublar cəmini düsturundan yazıram. 7-ci sinifdə keçmisiniz.
Məxrəcdə isə mənfini mötərizə xaricinə çıxardacağım. Mənfi 3-ü. A çıxaq B qalacaq. Mənfi 3-ü mötərizə xaricinə çıxartsam. A çıxaq B. Vuraq. Surət kvadratlar fərqidir. A çıxaq B. Vuraq A üstəgələk B. Məxrəcdə isə yenə mənfi 1-i mötərizə xaricinə çıxardıram. Lap mənfini çıxardaq. A kvadratı çıxaq AB üstəgələk B kvadratı qalır. İndi ixtisarlarımızı apara bilərik. Bu hissə ilə bu hissə ixtisar gedir. Burada mənfi 1 qalır. İxtisar gedəndə. A çıxaq B, A çıxaq B ixtisar getdi. Yerdə qalanları vurub yazaq. Bərabərdir. Surətdə A üstəgələk B qaldı. Hətta 2 dənə. A üstəgələk B-nin kvadratı. Məxrəcdə isə mənfi 3 vuraq mənfi 1 qaldı. O da müsbət 3 eləyəcək. 12-ci çalışmanı da yazdıq. İndi isə uşaqlar keçirik 13-cü çalışmanın izahına. X-də 2 kəsri 2 kəsrin hasili şəklində yazın. Yaza bilərəm məsələn. Belə 2 kəsr yazsam, A-lar ixtisar gedəcək. Baxın. A-lar ixtisar getdi. 3B-lər ixtisar getdi. Surətdə 2, məxrəcdə isə X qaldı. Gördüyünüz kimi bu formada yaza bilərəm. Sonra keçək B bəndinə. X kvadratı bölək X kvadratı çıxaq 9 kəsrinin kəsrə nisbətini göstərən ifadəni yazın. Yaxşı yazaq. Kəsirinin digər kəsrə nisbətini yazırıq, yəni bölünməsini. Birinci kəsri sadələşdirirəm, məxrəc kvadratlar fərqidir. İkinci kəsri isə tərsinə çevirib vuracam. İxtisarlarımızı aparaq. X çıxaq 3 getdi. X-ləri ixtisar gedəndə burada 1, burada isə bir dənə X qaldı. Surətdə olacaq, burada da 1 qalıb. Eləcə X, məxrəcdə olacaq X üstəgələk 3. Surətdə X, məxrəcdə X üstəgələk 3. Bu da 13-cü çalışmanın izahı idi. İndi isə keçirik 14-cü çalışmanın izahına. Burada birinci kəsri olduğu kimi yazıram. Məxrəcinə də 1 yazacağım ki, kəsri bənzəsin birinci ifadənin. İkinci ifadənin tərsinə çevirib vururam. X kvadratı üstəgələk 7x üstəgələk 12 surətdə x kvadratı çıxaq 11x üstəgələk 30 da məxrəcdə. Vuraq x çıxaq 6 bölək x 4 olduğu kimi qaldı. İndi hesablayaq uşaqlar. Burada x kvadrat üstəgələk 7x üstəgələk 12-ni hesablayaq. Hasili 12-yə, cəmi 7-yə bərabər olan ədədlər 5 və 2. Onda birincini həll olduğu kimi yazım. İkincinin surətində qruplara ayırsaq x üstəgələk 2, vuraq x üstəgələk 5 şəklində yazırıq. Yox, 10 deyil, bu 12-dir. Vuranda 12, toplayanda 7, 4 ilə 3. Mən niyə onu 10 kimi görürəm? 3, 4. Vuranda 12, toplayanda 7. Məxrəcə baxaq. Vuranda 30, toplayanda mənfi 11 eləyən ədədlər. Mənfi 5, mənfi 6. Vuranda 30 eləyəcək, toplayanda mənfi 11 eləyəcək. X çıxaq 5, vuraq, X çıxaq 6. İndi ixtisarlarınızı apara bilərik. X üstəgələk 5 ilə x üstəgələk 5 də getdi. Burada da 1 qaldı. İndi yerdə qalan ifadələri yazıram.
Surətdə sadəcə x üstəgələk 3 qalıb. Burada da 1 qalıb, 1 yazmağın önəmi yoxdur. Məxrəcdə isə sadəcə 1 qalıb. O da elə x üstəgələk 3 deməkdir. Bu 14-cü çalışmanın A bəndi idi. İndi isə lövhəni təmizləyib keçək B bəndinin izahına. Ortadakı kəsirin məxrəcini özümüzdən 1 yazırıq və onu tərsinə çevirib vuracam, çünki həmin kəsirə bölürük. Birinci kəsirdən surətdən A-nı ortaq vuruq ki, mötərizə xaricinə çıxarsam A üstəgələk 11 qalır. Məxrəcdə A çıxaq 4 olduğu kimi saxlayıram. İkinci kəsiri tərsinə çevirib vururam. Surətdə 1. Məxrəcdə də A-nı ortaq vuruq ki, mötərizə xaricinə çıxartsaq elə birbaşa. A plus 6 qalacaq. İkinci kəsirdə surətdən A-nı mötərizə xaricinə çıxardıram. A vuraq. A çıxaq 4 qalır. Məxrəcdə isə A üstəgələk 11. Arada da vurma işarəsidir. İndi ixtisarlarımızı apara bilərik. A üstəgələk 11, A üstəgələk 11 getdi, burada 1 qaldı. A ilə buradakı A getdi. A çıxaq 4 ilə də buradakı A çıxaq 4 getdi. 1, 1 də burada qaldı. Gerdə qalan ədədləri vurub yazaq. Bərabərdir. Surətdə A vuraq 1 vuraq 1, yəni A-dır. Məxrəcdə isə 1 vuraq A üstəgələk 6 vuraq 1. Elə A üstəgələk 6-dır. 14-cü çalışmanı da izah etdik. İndi isə keçirik 15-ci çalışmanın izahına. Nümunəni araşdırın, ifadələri sadələşdirin, dəyişənin mümkün qiymətlərini qeyd edin. Dəyişənin ilkin ifadənin məxrəcini sıfıra çevirən qiymətləri ilə sadələşdirilmiş ifadənin məxrəcini sıfıra çevirən qiymətləri eynidirmi? Gəlin başlayaq həll etməyə. Burada da nümunə verilib. Ona uyğun A bəndini işləyirik. 2x kvadratı çıxaq 10x bölək x üstəgələk 1. Vuraq. X üstəgələk 2 bölək 3x kvadratı çıxaq 15x. Sadələşdirək. Birinci kəsirin surətindən 2x mötərizə xaricinə çıxarsam, x çıxaq 5 qalacaq. Məxrəcində isə x üstəgələk 1. Vuraq. Surətdə x üstəgələk 2, məxrəcdə də 3x mötərizə xaricinə çıxarsam, x çıxaq 5. İndi uşaqlar, məxrəc sıfırdan fərqli olmalıdır. Burada x üstəgələk 1 fərqlidir 0, x fərqlidir mənfi 1-dən. İxtisar eləməmiş bunu yazıram. Digərində isə 3x vuraq, x çıxaq 5 fərqlidir 0 götürürük. Buradan x fərqlidir 0, 3-ün mənası yoxdur, 3-ə vuranda yenə 0 eləyəcək. Bir də x fərqlidir 5 götürməliyik. Bu heç. Bunu kənarda qeyd etdim. İndi ixtisarlarımızı eləyək. İxtisar eləməmişdən baxırıq ona. X-lər də getdi. Surətdə 2, məxrəcdə 3 qaldı. Yerdə qalan ifadəni yazaq. 2 vuraq x üstəgələk 2 surətdə. Məxrəcdə isə 3 vuraq x üstəgələk 1 alındı. Deyir, ixtisar eləməmişdən qabaq dəyişənin mümkün qiymətlər çoxluğu bu idi. Məxrəclər mənfi 1, 0, 5 ala bilməzdi. İxtisar etdikdən sonra isə sadəcə məxrəc mənfi 1-i ala bilmir. Eyni deyil yəni. Ona görə ixtisar etməzdən öncə müəyyənləşdiririk dəyişənin mümkün qiymətlərini. Bu A bəndidir. Uşaqlar istəsəz surəti vurub 2x üstəgələk 4, 3x üstəgələk 3 kimi yaza bilərsiniz. Elə o formada da saxlamaq olar. Mən saxlamaq tərəfdarıyam. Keçək B bəndinin izahına. Öncə məxrəcinə bir atıram kəsirə bənzəsin. Birinci kəsirin surətində vuranda 48 toplayanda mənfi 14 eləyən ədədlər mənfi 6 ilə mənfi 8. Mənfi 6, mənfi 8. Deməli, x çıxaq 6, vuraq x çıxaq 8 şəklində göstərə bilərəm. Vuruqlara ayırdım. Məxrəcdə isə x-i mötərizə xaricinə çıxarsam, x çıxaq 6 qalır. Yəni, x nə 0 ala bilməz, nə 6 ala bilməz. Bunu qıraqda qeyd edək. Məxrəc 0-dan fərqli olar, bir də məxrəc 6-dan fərqli olar.
İxtisar etməzdən öncə. İndi tərsinə çevirirəm. İkinci kəsrin məxrəci x vuraq, x çıxaq 8 olacaq. X-i mötərizə xaricinə çıxartdım. Surəti isə 1. Həm də x 8 qiymətini ala bilməz. İndi ixtisar eləyək. Bunun məxrəcinə görə. X çıxaq 8, x çıxaq 8 ixtisar getdi. X çıxaq 6, x çıxaq 6 ixtisar getdi. Burada 1 qaldı. Gerdə qalanları vurub yazsam, surətdə eləcə 1, məxrəcdə isə x vuraq x, x kvadratı qaldı. İndi x kvadratı fərqlidir 0, x fərqlidir 0 olur. Gördüyünüz kimi ixtisar etməmişdən öncəki dəyişənin mümkün qiymətləri ilə məxrəci sıfıra çevirən qiymətlərindən sonraki 1 deyil. Ona görə ixtisar etməzdən öncə baxırıq bu məxrəcin sıfıra çevirən qiymətlərinə və dəyişənin mümkün qiymətlərinə. Bu da 15-ci çalışmanın izahı idi. İndi isə keçirik 16-cı çalışmanın izahına. Yunusların otağının sahəsi x kvadrat üstəgələ 3x plus 2 kvadrat vahiddir. Bir qutu boya x kvadrat üstəgələ 2x plus 1 kvadrat vahid sahəyə çatır. Bu otağın döşəməsini boyamaq üçün lazım olan boya qutularının sayını göstərən rasional ifadəni yazın. Uşaqlar, boya qutularının sayını tapmaq üçün otağın sahəsini bir qutu boyanın boyaya bildiyi sahəyə bölürük. Yəni x kvadratı üstəgələk 3x üstəgələk 2-ni otağın sahəsini bölürük bir qutu boyanın boyadığı sahəyə. Sadələşdirsək, məxrəc x üstəgələk 1-in kvadratıdır. Surət isə vuranda 2 toplayanda 3 eləyən ədədlər 2 ilə 1. X üstəgələk 2, x üstəgələk 1. Bu şəkildə vuruqlara ayırdım. İndi ixtisarlarımızı aparaq. X üstəgələk 1, x üstəgələk 1 ixtisar gedəndə burada x üstəgələk 1-dən bir dənəsi qalır. Bax, boya qutularının sahəsini, boya qutularının sayını bu ifadə ilə tapırıq. 16-cı çalışmanı da izah etdik. İndi isə keçirik 17-ci çalışmanın izahına. Taxtalar qalınlıqlarına görə çeşidlənərək bloklarla üst-üstə yığılmışdı. Taxtalarının sayı 2n plus 1 olan blokun hündürlüyünü 4n kvadrat çıxaq 1 bölü n plus 2 ifadəsi ilə göstərmək olarsa, bu blokdakı taxtaların qalınlığını müəyyən edin. İndi uşaqlar, blokda olan taxtaların hündürlüyünü taxtaların sayına bölsək, bir taxtanın qalınlığını tapa bilərik. 4n kvadratı çıxaq 1 bölək n plus 2-ni bölürəm 2n plus 1-ə. Bunun da məxrəcinə 1 atıb tərsinə çevirib vura bilərik. Surət kvadratlar fərqidir. 2n plus 1 vuraq 2n çıxaq 1. Vuraq. Digərini də tərsinə çevirib vururam. 2n plus 1. İxtisarlarımızı aparırıq. Bərabərdir. Surətdə qaldı 2n çıxaq 1, məxrəcdə isə qaldı n plus 2. Bir taxtanın qalınlığı bu ifadə vasitəsilə tapıla bilər. 17-ci çalışmanda yazdıq. Keçirik 18-ci çalışmanın izahına. Silindr formalı qabın tam səthinin sahəsi və həcmi hansı düsturla tapılırsa o düsturlar verilib. Eğer oturacağın radiusu h isə hündürlükdür və verilmiş nazik metal təbəqədən hazırlanmış qabın tutumu çox olduqca daha sərfəli sayılır. Erin və h-ın qiymətləri verilib, sahəsini və həcmini tapaq, müqayisə edək görək hansı daha sərfəlidir. A bəndində R bərabərdir 12 sm, H da bərabərdir 16 sm verilib. Öncə səthinin sahəsini tapaq. 2 pi r kvadratı üstəgələ 2 pi r h düsturunda yerinə qoyaq. 2 pi qaldı. R-in qiyməti 12-dir, 12-nin kvadratı. Üstəgələ 2 pi vuraq r, yəni 12. 12. Vuraq h-ın qiyməti 16. Hesablayaq. 2 pi vuraq 12-nin kvadratı 144. Üstə gələk.
2-ni 12-yə vurdum 28. Pi vuraq 28 vuraq 16. Bərabərdir. Daha doğrusu 2-ni 12-yə vurub 28 yazmışam. 24. Hesablayaq uşaqlar. Bərabərdir. Öncə 2-ni 144-ə vururam. 128 pi aşağıdan yazacağım. Orada yer yoxdur. 288 pi. Üstə gələk. Sonra da 24'ü vururam 16'ya. Bərabərdir 384 pi. Aldığım cavabları da toplayıram. Deməli, 384 pi üstünə də gəlirik 288. Olur 672 pi. Yanına da pi'ləri yazdım. Bu səthinin sahəsidir. Sonra həcmini də e, pi r kvadratı h düsturundan hesablayırıq. Burada yer yoxdur, onu da qoy yuxarıdan yazın. Pi vuraq, r'in kvadratı 12 idi, 12'nin kvadratı. Vuraq h da 16 verilmiş, səhv eləmirəmsə, bəli. Pi vuraq 144, vuraq 16. Bərabərdir. E, o 144'ü 16'ya vuranda 2304 pi. Hə. A bəndində deməli səthinin sahəsi burada qeyd edəcəm, sonra lövhəni siləcəm. A bəndində S bərabər oldu 672 pi-yə. Elə belə burada özüm üçün qeyd edirəm, sonra müqayisə eləməkdən ötürü. V də oldu 2304. Həllini yazdım. İndi lövhəni təmizləyib uşaqlar keçirəm digər bəndin izahına, B bəndinin izahına. B bəndində R bərabərdir 16 santimetr. H bərabərdir 5 santimetr verilib. Öncə səthinin sahəsini tapaq. S bərabərdir 2 vuraq pi vuraq r-in kvadratı 16'nın kvadratı. Üstə gələk. 2 vuraq pi vuraq r də 16'dır. Vuraq h 5. Hesablasaq 16'nın kvadratı eləyəcək deməli 256. 256'nı da vururam 2'yə. 512 birbaşa yazımda 512 pi. Üstə gələk. 2'ni 10'a vurdum. 2'ni 5'e vurdum 10. 10'u da 16'ya vurdum 160 pi. Bunları da toplasaq 672 pi'dir. Sahələri bərabər oldu. İndi həcmlərinə baxaq. Əsas həcmlərini müqayisə eləməliyik. V bərabərdir. Pi vuraq r kvadratı, yəni 16'nın kvadratı vuraq h 5. 16'nın kvadratı 256 idi. 256'nı da 5'e vururuq. Deməli eləyir 1280. Hansı daha sərfəlidir? Həcmi böyük olan böyükdür. Həcmlərin qiymətini tapdıq. Hansı böyükdür? A bəndi yoxsa B bəndi? Təbii ki, A bəndi. A daha sərfəlidir. Bu da 18-ci çalışmanın izahı idi. İndi isə keçirik 19-cu çalışmanın izahına. Heykəltəraş itili X olan kub şəkilli mərmər blokun əvvəlcə üst tərəfindən 2/1 metr qalınlığında, sonra isə yan tərəfindən 3/2 metr qalınlığında təbəqə kəsdi. Öncə üstdən kəsib, bax bu kəsdiyi til, bax bura 2/1'dir. Onda aşağıda qalacaq X çıxaq 2/1. Sonra isə enindən 3/2 metr qalınlığında kəsdi. Bax bu kəsdiyi 3/2'dir. 3/2'dir. Onda bu hissədə qalır x çıxaq 3/2. Bu hissə isə dəyişmir, x-dir. Bax bu içəridə qalan balaca kubun biz həcmini tapmalıyıq. Birinci, qalan mərmər blokun həcmini göstərən ifadə yazın. X vuraq, x çıxaq
2-də 1 vuraq x çıxaq 3-də 2. Qalan ifadə budur. İndi keçək ikinciyə. Qalan mərmər blokun kütləsi 65 kiloqram olarsa, mərmər blokun ilkin kütləsini göstərən ifadəni yazın. Qalan mərmər blokun həcmini, bax bu ifadəni bərabər eləyirəm 65-ə. İndi uşaqlar, öncə ortaq məxrəcə gətirəcəm. 2-də 2x çıxaq 1 olacaq surət. Vuraq 3-də 3x çıxaq 2. Ortaq məxrəcə gətirdim, bərabərdir 65-ə. Surətləri vurub surətdə yazıram. Məxrəcləri də vurub məxrəcdə yazdım, oldu 6. Bərabərdir 65. 65-in də məxrəcinə 1 atıb çarpaz vura bilərik. X vuraq 2x çıxaq 1, vuraq 3x çıxaq 2, bərabərdir 65-i 6-ya vuranda 390. X-i taparkən 390-ı böləcəm. 2x çıxaq 1 vuraq 3x çıxaq 2-yə. İndi uşaqlar, bu x-dir. Bizim əvvəlki kubumuzun ölçüləri isə kəsmədən x, x, x idi. Onda əvvəlki kubun həcmi v bərabərdir x kubudur. X kubunu almaq üçün bax bu ifadəni x-i gərək x kvadratına vuraq. X-in qiymətini yerinə yazıram. 390 bölək 2x çıxaq 1 vuraq 3x çıxaq 2. X kvadratına vuranda elə həmin x kvadratını surətdə yazıram. Bu da olur ikinci bəndin izahı. Beləliklə bu dərsimizi də yekunlaşdırdıq. Ola bilər ki, video biraz uzun olsun. Kəsmək istəmədim yarıda. Elə bütün dərsi izah elədim. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn dərslərdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar.